Helloşki, çantamda ne var videoma xoş gəlmisiniz. Stachinga. Həyat yoldaşıma mağazasından indirek handi. Hırsız kapıyı açar mısınız? Əlimə gələnlərlə davam eləyəcəm. Quru salfetka hər həftə bitirirəm çünki çox lazım olur. Yaş salfetka. Artıq restoranlardan salfetka uğramağı tərk etmişəm. Açıkçası ben çok şaşırdım. Beklemiyordum. Bu balacaları almışam. Nə qədər bunları alsam da yenə də atıram. Əl alışqanlığı. Yok ya. Yok ya. Belə minik bir makyaj çantası almışam. Kargo videosunda göstərəcəm sizə. Bu pink rəngdir. Bir dənə də sarı rəng almışam. Həyasız! Şş! Daha sonra parfümüm. Çox xoşuma gəlir bu parfüm çünki qoxusu çox məndir. Yeməli deyil. Yeməli deyil. Davam eləyirəm. Ən son harda qalmışdıq? Makyaj çantamı göstərdim. Ondan sonra kartlığım. Ara sıra balaca çanta götürürəm. Ona görə də kartlığı minimum götürməyə çalışıram. Və leopar saç rezinim. Bu da leopardı. Nə qədər çox sevməsəm də eynəyim. Niyə sevmirəm? Çünki birincisi makyajı orada çox eybəcər bir hala salır burnun üstündə. İkincisi burnum əməliyyatda deyə ağrıdır. Üçüncüsü də narahat hiss edirəm və elə bilirəm ki, dünyanı görmürəm. Abart. Davam eləyək. Belə bir darağım var minik. Çünki mən gündə 55 dəfə saç darayan bir insanam. Ben yalan söylemem, yalan atanı da sevmem. Mənim uşaq vaxtı saçlarım qıvırcıq idi. Daraya bilmirdim. Mamam zorla ağlada darayırdı saçımı. Amma böyüdüm və saçlarını daramağı çox sevən bir insana dönüşdüm. Tebrik ederim. Yani iyi bok yediniz. Hello Kitty'li belə bir aynam var. Bunu da Minnesota'dan almışdım. Çok şirin, bir tarafı böyütücü, bir tarafı kiçilici. Yine enteresan bir şaka. Sonra evimizin açarı. Daha sonra telefonun arkasına yapıştırmağa belə bir silikon. Bunu da padrukamdan fırlatmışdım. AirPods'um. Onsuz da son vaxtlar heç mahnı dinləyə bilmirəm AirPods'da, amma olsun, yenə də olsun. Sona qədər izlədiyiniz üçün təşəkkürlər. Hamınızı Ne dedi? çox sevirəm.